Müzakirələrimizin artıq mövzumuzun hansı istiqamətdə olduğunu az əvvəl dedik, bildirdik. Belə deyək, gəlin ilk olaraq buradan başlayaq. Bir vaxtlar məktəblərdə ən sərt, ən belə deyək, yadda qalan müəllim modeli var idi ki, onlardan ən çox da elə kişi müəllimləri idi. Nə baş verdi? Yəni belə deyək də, anidənmi dəyişdi, yoxsa bu proses gedirdi, daha son illərdənmi gözə çarpdı Ceyhun müəllim? Yəni, bugün məktəb kişi müəllimini itirir, yoxsa kişi müəllimləri məktəbi itirir? Demək, mən istəyirəm biraz məsələyə daha geniş yanaşaq. Ümumiyyətlə, bugün dünyada gedən proseslər onu göstərir ki, ümumiyyətlə, müxtəlif sahələrdə qadınlar daha çox önə çıxırlar. Yəni, bu təkcə bizdə deyil, bu proses qərbdə də gedir. Misal üçün, hətta hüquq mühafizə orqanlarının rəhbərləri belə, bəzən müdafiə naziri belə qadınlardan ola bilir. Yəni, bu xaricdə artıq belə bir proses gedir və bizim ölkəmizdə də bu proses gedir. Ümumiyyətlə, düşünürəm, bundan da daha önəmli məsələ son vaxtlar qızların oğlanlardan daha aktiv olması, daha yaxşı oxuması, daha çalışqan olmasıdır. Yəni, bu bir tərəfdən çox yaxşıdır. Yəni, mən bunu çox yüksək qiymətləndirirəm. Amma düşünürəm ki, getdikcə oğlanlarda bax, bu baş verən prosesin səbəbləri ciddi araşdırılmalıdır. Yəni, gələcəkdə də bizdə dövlət strukturlarında, məktəblərdə bu balansın daha da çox dəyişdiyinin biz şahid olacaq. Azərbaycanda bu niyə baş verdi və proses necə gedir? Burada birinci bizdə belə bir yanaşma var ki, bu təkcə məktəblərdə deyil, universitetlərdə də belədir, akademiya sistemində də belədir, çalışanların çoxu xanımlardır. Və bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri odur ki, ciddi olmasa da, yəni ailələrin övladlarını müəllim kimi görmək bir arzusu var, onları yönləndirirlər. Qadınlar üçün bəzi insanlara görə müəllim kimi işləmək daha sərbəstdir, yəni daha rahatdır. Və çünki biz bunu universitet sistemində də eyni qaydada görürük və müşahidə edirik. Və burada düşünürəm ki, daha ciddi bir səbəb isə, yəni kişi həm də ailəni dolandırmalıdır, onun üzərində müəyyən vəzifələr var, öhdəliklər var və əvvəlki dövrdə maaş nisbətən aşağı olduğuna görə kişilərin çoxu məktəbə yox, daha yüksək maaşlı işlərə doğru yönəldilər. Mən indi hesab edirəm ki, bizdəki bu son vaxtlar proseslər gedir. Sertifikasiya ilə bağlı müəllimlərin ki, maaşında müəyyən bir artımlar baş verir. Bu prosesə öz təsirini göstərəcək. Amma mən düşünürəm ki, ümumiyyətlə, bizim təhsildə bir neçə istiqamətdə bir proseslər gedir, tendensiya gedir. Bunların hamısı elmi formada dəqiq bir şəkildə araşdırılmalıdır. Yəni, indi biz bəzi səbəbləri deyirik və bunun çıxış yolu nədir? Biz o barədə düşünməliyik. Yəni, bu məsələ, bunun elmi həlli yolları tapılmalıdır. Bir proqram qəbul edilməlidir ki, biz bunu hansı formada edə bilərik?